Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 27-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Deməli, bizə belə bir sual nümunəsi verilib. Proqramımızı analiz edək. Deməli, C dəyişəninə 0 qiyməti mənimsədilib, I isə 40-dır. Aha, while dövründə -20 ədədinin 40 ilə müqayisə olunmasını istəyir. Və baxırıq ki, I ədədi, I dəyişəni hər dövrün daxilində bir dəfə azalır. Bir vahid azalır, üzr istəyirəm. Deməli, hər dövr getdikcə I bir vahid azalacaq. Biz bu dövrə, üzr istəyirəm, bu şərtə nə vaxt yox deyəcəyik? Ta ki 40 azalıb -20-yə gələnə qədər. -20 kiçik -20 yazdıqda buna yazacağıq yox və şərtə yox dediyimizə görə proqramı dayandıracaq. Əlimizdə olan son qiymətlə dövrdən çıxacaq. Aha, indi görün burada nə qədər qiymət alınır. Bax 40-dan gəlir 0-a, 0-dan gəlir -20-yə. Görün biz nə qədər ədəd daxil etməliyik. Ona görə də daha qısa yolunu analiz edib tapmalıyıq. Deməli biz C qiymətinin dəyərini tapmalıyıq. C dəyişəni üzr istəyirəm. Necə artır, necə azalır? Baxın, bu if şərtinə hə deyəndə gəlirik C-nin dəyərini bir vahid artırırıq. Əvvəl 0 idi, bir vahid artıra gedirik. Bəs hansı hallarda C-nin dəyəri artacaq? Baxırıq ki, if şərtində R1 vurulsun R2 böyük 0 şərti yazılıb. Biz də bilirik ki, iki müsbət ədədi bir-birinə vuranda nəticə müsbət eləyir, yəni 0-dan böyük eləyir. Bir də iki mənfi ədədi bir-birinə vurduqda nəticə müsbət edir, 0-dan böyük edir. Biz də bax sözü gedən bu iki halları tapmalıyıq ki, hansı ədədləri daxil etdikdə bu iki hal alınır. İndi gəlin bunun üçün ən rahat qayda olaraq ədəd oxumuzu çəkək və ədəd oxu üzərində işləyək. Deməli bizim son qiymətimiz 40 olacaq da. Özü hətta ilk qiyməti 40-dır da, 40-dan mənfiyə doğru gəlirik. Bəs burada son qiymət nə olacaq uşaqlar? Son qiymət olacaq -19. Niyə -20 yox? Çünki -20 kiçik -20 dedikdə dövrdən çıxırıq. Bir proses getmir burada. Bir nəsə bir şey həll eləmirik. Ona görə də burada yox deyirik. Deməli son qiymət olacaq -19, ilk qiymət olacaq 40. Və bu aralıqda müsbət olan ədədlərin sayını tapmalıyıq biz. Bunun üçün nə edəcəyik? Baxın, deməli burada nə yazılıb? Gəlin elə bunun ən asan birinci rəqəmlərini tapaq, sonra çətinə gedək. Baxın, burada nə hansı hallarda misal üçün 0 nəticəsini əldə edə bilərsiniz? Əgər 9 daxil eləsəz, 9 kiçikdirmi 9-dan deyəcəksiniz, hə. Üzrsən 9-dan 9 çıxacaqsınız. Buraya eləyəcək 0, 0-ı nəyə vursa 0 eləyəcək də. Bu R1 0 olduğuna görə R1-i gətirib burada R2-yə vuranda da 0 olacaq. Bu if şərtinə yox deyəcəksiniz. Deməli ədəd 1 9 olanda, bir -17 olanda, bir bax bu ikinci R2-nin dəyəri, deməli 23 olanda, bir də deməli 4 olanda R1 və R2-nin nəticəsi 0 olur. Bax bu 4 qiymətdə 9, -17, 23 və 4. Bax bu 4 qiymətdə nəticə 0 olur. Niyəsini ümid edirəm anladıq. Əgər 9 daxil etsək, 9 minus 9 eləyəcək 0. -17 daxil edəndə -17 plus 17 eləyəcək 0. 23-də eyni zamanda 4-dən 4 çıxırıq, 0 qalır. Bu da eyni zamanda nəticəni 0 verir bizə. 0 olan qiymətlərimiz oldu bunlar. Aha, misal üçün deyirəm 9 olsun burada, nə bilim 23 olsun burada, sonra 4 olsun misal üçün bundan biraz əvvəldə. Və -17-də deyək ki, -19, bura -18 olsun, burada olsun -17. Aha. Deməli biz ədəd oxumunda bu ədədləri qeyd elədik. Bu hallarda nəticə 0 olur. Bəs hansı hallarda müsbət nəticəsini əldə edərik? Baxın, əgər mən 23-dən sonra 24 daxil eləsəm və 24-dən 40-a qədər baxacağam ki, nəticə müsbət olacaq. Gəlin elə misal üçün i bərabər 24 qiymətini deyək ki, almışıq. Deyirəm ki, -20 kiçikdir müsbət 24-dən. Deyirəm hə. Aha. Bu dövrə hə dediyimizə görə, üzr istəyirəm, şərtə hə dediyimizə görə gəlirik R1 və R2 dəyişənlərinin qiymətini tapmağa. Deməli 24 ədəd daxil etmişik də. 24 plus 17 müsbət olacaq. 24 çıxılsın 9 müsbət olacaq. 24 minus 23 müsbət olacaq. 24 minus 4 müsbət olacaq. Yəni 24-dən 40-a qədər istənilən ədədi daxil etsək nəticəni müsbət alarıq. Burada neçə dənə qiymət var? 40 çıxılmış 24 plus 1. Burada eləyəcək deməli 17 qiymət. 17 dənə qiymət müsbət burada əldə elədik. Deməli 9 və 23-də burada olur 0, 0. Bu aralıqda olacaq mənfi qiymətlər. Deməli, belə ki, məsələn, buradan 10 qiymətini daxil etsəm, bəli, R1-də nəticə müsbət olur. 10 plus 17 27, 10 minus 9, hə, 1 eləyir, 27 dəfə 1 eləyəcək 27. Amma bura gələndə mənfi olacaq qiymət. 10 minus 23 eləyəcək mənfi 13. Ona görə də elə buradan mənfi aldığımıza görə R1-i R2-yə vuranda qiyməti 0-dan kiçik alacaq. Ona görə 10-dan belə deyək 22-yə qədər bura olacaq mənfi. Mənə müsbət hallar lazımdır. Deməli bir də müsbət halı harda əldə edə bilərəm? 9 ilə 4-ün arasında, yəni 5, 6, 7, 8 qiymətlərində müsbət nəticə əldə edə bilərəm.
Niyə deyim bunu? Bax, bura 0 olacaq. Hətta gəlin bunu belə yazım da mən. 4 ilə 9-un arasındakı rəqəmlərdə yazmalıyam da onu. Deyək ki, mən 4-ü gətirim, 8-i yazıram burada. 7, 6, 5, bu da olsun 4. 4-də dedik 0 olacaq. Bax, bu aralıqda 5, 6, 7, 8-də qiymətlər müsbət olacaq. Belə ki, toplamı olacaq. Bu tərəfdə müsbət olacaq, bu tərəfdə. Deməli, 4 dənə qiymət də buradan gəldi. 17 oldu burada. 17 plus 4 qiymət də yarandı burada. İndi bax, bu arada isə 4-dən gəlir neçəyə? -17-yə qədər. Baxın, 4-dən yox, hətta 3-dən də, 4-də 0 oldu axı. 3-dən -17-yə qədər bu aralıqda qiymət mənfi olacaq. Ona görə bunları da nəzərə almıram və burada 2 dənə qiymət qalır ki, bu ikisində qiyməti müsbət əldə edəcəm mən. Ona görə plus buradan da 2 qiymət. Belə ki, son bu iki qiymətdə hər iki dəyər mənfi olacaq. Mənfini də mənfiyə vuranda müsbət olacaq ki, o da sıfırdan böyük olacaq. Ona görə if şərti ödənmiş olacaq. Deməli, 2 qiymət də buradan toplam bizim üçün 23 qiymət alınmış olacaq. Cavabımız olacaq B variantı. Ümid edirəm ki, fikrim aydındır. Gəlin yenidən üzərindən keçin. Baxın, nə elədik? Bizə sadəcə olaraq hansı hallarda nəticə müsbət olar, o vəziyyətlər lazım idi. Biz də nə elədik? Əvvəlcə bax, elə burada yazılan qiymətlərdən yola çıxdıq ki, 0 olanları tapaq, sonra onun sağına soluna müraciət edək ki, harda müsbət, harda mənfi əldə olunur. Biz də bilirik ki, 2 müsbəti bir-birinə vuranda müsbət alırıq və 2 mənfini bir-birinə vuranda müsbət alırıq. Bu məqsədlə, bu yolla, deməli, əvvəlcə müsbət qiymətlərimi buradan əldə etdim. Daha sonra bu aralıqdakı müsbət qiymətləri tapdım və gəldim buradakı bu son 2 müsbət qiyməti əldə eləmiş oldum. Cavabımız olacaq 23, yəni B variantı. Ümid edirəm ki, fikrim aydındır. Bu qədər. Sağ olun, Allah amanında.